Yenə Xəzər dənizinin içindən keçirik. Biraz yağış yağan kimi Hövsanın küçələri olur Xəzər dənizi. Gözəlliyə bax, gözəlliyə. Mənzərə deyil, mənzərə. Gerek turistlərə biz xəbər eləyək, yağış yağanda Azərbaycana gəlsinlər, bu gözəlliyi görsünlər. Ey qurban olduğum, Azərbaycanda kanalizasiya sistemi yoxdur. Sən özün Azərbaycana yağış yağdırma, yazıqdır bu millət. Amin. Ey qurban olduğum Allah, sən özün Azərbaycana yağış yağdırma. Azərbaycanda kanalizasiya sistemi yoxdur. Millət çətinlik çəkir. Yazıqdır bu millət. Amin. Mənzərə deyil, mənzərə. İnanıram ki, bu videonu görəndən sonra xaricdə bir dənə turist qalmaz. Hamısı gələr bu mənzərəni görmək üçün Azərbaycana. Bəh, bəh, bəh. Mənzərəyə bax. Allah yazığın gəlsin bu kasıblara. Onsuz da bu kasıbların səndən başqa kömək yeri yoxdur. Nə olur kasıbları olur, bu yağışı dayandır. Ağ maşın, arkadakı ağ maşının içine su doldu. Ay Allah. Allah sağ qurban olun. Bu qardaş görən niyə girib bu suyun içine? Hı? Girdi latoka. Qardaş nəsə axtarır suyun içində. Hələ də tapıb çıxarda bilmir. Bir saat aşağı yukarı hərlənir, yazıq. Bax, Hövsanın küçələri bu dəqiqə hal-hazırda bu vəziyyətdədir. Cəmaət əziyyət içindədir.